Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 12-ci uca ismə, Əl-Xaliq isminə nəzər salırıq. Əl-Xaliq nə deməkdir? Bu, yaradan, yoxdan var edən, hər şeyi bir ölçü ilə proqramlaşdıraraq yaradan deməkdir. Allah Teala Əl-Xaliqdir, yəni o, maddəsi və nümunəsi olmadan hər şeyi müəyyən bir ölçü və nizamla yaradıb. Kainatdakı hər şey, kiçik bir atomdan tutmuş, nəhəng qalaktikalara qədər onun yaradıcılığının şahididir. Bu isim Allahın sonsuz qüdrətini və hikmətini dərk etməyə kömək edir. O, hər şeyi qüsursuz və mükəmməl şəkildə yaradıb. Bəs Ya Xaliq zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Xaliq zikri əsasən işlərə bərəkət qatmaq, yeni bir məqsədə başlayarkən uğur qazanmaq, düşünmə qabiliyyətini artırmaq və qəlbdə nurun artması üçün çəkilir. Bu zikri 731 dəfə və ya hər gün müəyyən bir sayda zikr etmək insanı müşküllərdən qurtarır və zehni açıqlıq bəxş edir. Gəlin, Ya Xaliq deyərək bizə həyat bəxş edən uca yaradanın qüdrətini təsdiqləyək. Allahım, Əl-Xaliq adının hikməti xatirinə bizə xeyirli yollar aç, işlərimizi bərəkətli et və bizi sənin yaratdıqların üzərində düşünən bəndələrdən et. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Bizi izləməyə davam edin.